Nəqliyyat sahəsində strukturlar davam edir, struktur dəyişiklikləri davam edir. Sir deyil ki, bu sahədə bəzi çatışmazlıqlar var idi. Nizam-intizam yox idi. Nəqliyyat vasitələrini dayanacaqlardan kənar saxlamaq az qala adət halını almışdı. Bəzi avtobus sürücüləri nəqliyyat vasitələrini elə sürürdülər ki, sərnişinlərin həyatını təhlükə altında qoyurdular. Artıq bu çatışmazlıqlara son qoyula bilər Prezidentin sərəncamı ilə yeni yaradılan qurum sayəsində. Nəqliyyat Nazirliyinin, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin bəzi səlahiyyətləri yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə verilib. Bu quruma paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı pərakəndəliyi aradan qaldırmaq tapşırılıb. Əsasnaməyə görə agentlik həm taksi, həm də avtobus sürücülərinə xüsusi hazırlıq kursları keçməlidir. Nəqliyyat işinin səmərəli təşkili üçün Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi də agentliyin tabeliyinə verilib. Duracaq yerlərinin təşkili üçün parkomatlar da Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə oluna bilər. Agentliyə verilən səlahiyyətləri Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyat Xidmətinin Bakı Regional İdarəsi məşğul olurdu. Bakı Regional İdarəsində özdə iki funksiya var idi. Həm yük daşımaların təşkili, həm də sərnişin daşımaların təşkili. Yük daşımaların təşkili qaldı, amma sərnişin daşıma tam olaraq verildi agentliyə. Ekspertin fikrincə, sərnişin daşımada əsas iki çatışmazlıq hökm sürür. Bunlardan biri təhlükəsizlik, nizam-intizamla bağlıdır. Başqa sözlə, avtobuslar sərnişini mənzil başına sağ-salamat çatdırmaq üçün təhlükəsizlik tələblərinə cavab vermir. Burada sürücü faktoru da var. İkincisi, marşrut xətləri səmərəli deyil. Bəzi xətlərin ləğvi, digərlərinin birləşdirilməsi və ya dəyişdirilməsi sərnişin daşımadakı problemləri hələ də həll etməyib. Yeni yaradılan qurumun qarşısında Bakı şəhərində ictimai nəqliyyatın təşkili ilə bağlı konkret vəzifələr qoyulub. Bakı, Sumqayıt istisna olmaqla digər şəhərlərdə sərnişin daşımanı Nəqliyyat Nazirliyi icra edəcək.